Bildiyimiz kimi əməkdar artist Cabir İmanov dünyasını dəyişib. O bugün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da 49 yaşlı aktyor dünyasını dəyişib. Mərhumun evinin qarşısında görüntülənən sənət yoldaşı Bəhram Bağırzadənin halı pisləşib. Maşından düşməyən Bağırzadə az sonra ərazidən uzaqlaşıb. Müğənni Zamiq Hüseynov əməkdar artist Cabir İmanovun vəfatından yazıb. O bu barədə Instagram hesabında paylaşım edib. Dünən bir yerdə toyda idik. Qucaqlaş, öp, bağrına bas, rəqs et. Sən demə sonuncu dəfə imiş. Çox heyif. Yaxşı insan, gözəl dost. Allah rəhmət eləsin. Vaxtsız getdin. Hər zaman qəlbimizdə gülər üz, pozitiv, nümunəvi bir insan kimi qalacaqsan. Məkanın cənnət olsun dostum, deyə Zamiq Hüseynov paylaşımında qeyd edib. Axırıncı dəfə Məhərrəmlik ayından əvvəl toyda görüşmüşdük. Səhhətində heç bir problemi yox idi. Bunu Bakı Veziyə açıqlamasında əməkdar artist Rafael İsgəndarov sənət yoldaşı Cabir İmanovun vəfatından danışarkən deyib. Xəbəri almışam, bu barədə ancaq təəssüf hissi ilə danışmaq olar. O cür tanınan və sevilən insan vəfat edib. Səhhətində heç bir problem yox idi. Axırıncı dəfə Məhərrəmlik ayından əvvəl toyda görüşmüşdük. Səhhətində heç bir problemi yox idi deyə Rafael İsgəndarov bildirib.